Salam kanalımın değerli izləyiciləri, yeni vloguma xoş gəlmisiniz. Necəsiz? Yeni gələn abunələrim də sizlər də xoş gəlmisiniz. Maşallah olsun, günü-gündən abunələrimin sayı çoxalır. Çox sevinirəm həqiqətən. Sizlərin sayəsində kanalım böyüyür. Bəzən mənə sual verirsiniz ki, yorumlarda, digər vloglarda da paylaşmışdım. Biz Kuban toyuğu təmizləmişdik. Onu da elə bir ki paylaşmışdım. Bu isə çolpadır. Yazırsınız ki, siz toyuğu ütürsüz. Bəli, biz hər zaman toyuğu ütürük. İstər kuban olsun, istər çolpa. Çünki xırda tükləri olur. Onu yonanda onu çox da yaxşı təmizləmək olmur. Ona görə ütəndə lap qəşəng təmizlənir. Bu şəkildə ütürəm hər zaman. Səhər xanımlar, bunları İmam Eysanı üçün kəsmişik. İnşallah 5-10 günə belə İmam Eysanı verərik. İstəyirəm bunları yığım belə salafanlara, qoyun buzluğa. Bunlar da içalatlardır. Onlar da bir başqa paketə yığıram. Çıxırtmaza deyəndə istifadə edirəm bu içalatlarını. Xanımlar, çolpadan çölmə hazırlayıram. Hamısını əlavə eləmişəm qazana. Ən sonda da qoz, duz, istiot, pul biber, bir də belə qurudulmuş bizdə gavallar var idi. Bunlar da çox dad qatır yeməyə. Birazca su tökürəm, qoyuram vamodda bişməyə. Çox gözəl olur, dadlı yeməkdir. Siz də hazırlayıb nuş edə bilərsiniz. Palçıq turşusu da əlavə eləmişəm. Bir də soğan. Hə xanımlar, burada isə bacımla gəlmişik Alov şirniyyat evinə. Vesavo şirniyyatlardan alırıq. Bəyəndiyimiz oldu, qoğal oldu, paxlava oldu. Digər şirniyyat növləri də var idi. Çeşid çoxdur. Həm də buranın şirniyyatları çox ləzzətli olur, dadlıdır. Mamam təkyə qurub, ona görə şirniyyat süfrəsi açır hər zaman. Ona görə bitdikcə gəlirik, alırıq. İmam Eysanı kimi süfrədə qoyuq, gəlib gedən olur ona görə. Gəldik mamamgilə bacımla. Gəlinimizlə bacım süfrəni hazır edirlər. Belə şirniyyatlardan, hər şirniyyatdan qoyurlar qaba. Hara bulasın gönləri?
Hə xanımlar, indi isə gəlin Temu bağlamama baxaq, görən nələr sifariş eləmişəm müştərilərim üçün. Mənim 3 ədəd sifarişimi bir bağlamada göndərib Temu. Artıq görürsünüz açmışam, çünki müştəriyə təhvil verməli idim, gözləyirdi, tələsirdi deyə. Onun sifarişini verdim, digərlərini də sizinlə bölüşmək istədim. Gəlin birlikdə baxaq, görək nələr var. Bu ağ krasovka modelindədir. Arxası açıq belə bu modeldədir. 30 manatdır qiyməti. Keyfiyyət olaraq bəyəndim. Yayda geyməyə rahatdır. 43 ölçüdədir. Bu isə xanımlar üçün, böyük bədən olan xanımlar üçün 3XL vurmuşam. Belə əl işləmi kimi bir şeylər, belə bəzəkləri var üzərində parçanın. Qiyməti 28 manatdır onun. Qiyməti 28 manatdır. Material zadını falan bəyəndim. Bu gördüyünüz donun 3 rəngi var. Digər rəngləri ağ və krem rəngi də var. Bu isə uşaqlar üçün, oğlan uşaqları üçündür, dəstdir, şortliklə, köynək. Qiyməti 14 manat. 18-24 ay üçün sifariş eləmişəm. Pambıqdır. Bu isə oğlan uşaqları üçün koftadır. Qiyməti 10 manat. M ölçüdədir. M ölçüdə 38 sayılır da, yəni razmer olaraq 38 gedir M. Koftanın qiymətinə görə keyfiyyəti pis deyildi. Digər sifarişim isə digər göstərmişdimi ağ rəngdə ona bənzəyir, amma bu onun parça olanıdır. Qiyməti 35 manat. Çox gözəl idi. Bəyəndim. Parça detallı, rahat yayda geyməyə. 43 ölçüdədir. Bu hər iki ayaqqabının elə bir ki, bir müştərim sifariş eləyib. Hər ikisi də yaxşı idi. Bu isə seplə bilərzik dəstidir. 3 manatdır qiyməti. Klonunda F hərfində idi. Rəqəm olaraq F hərfi yazılıb üzərində. Ümumiyyətlə oranın aksesuarları çalışın ki, hər zaman sifariş eləyəndə paslanmaz polad sifariş eləyin. Elə olanda qaralmır, yəni. Amma bunlar qaralan modeldədir də. Qiymətinə görə də. Bu isə tapanca kleyidir. 14 manat qiyməti. Açmağı ehtiyac görmədim, ona görə çox da açmadım. Belə göstərdim ki, tapancasıdır. Bir də kleylərindən ibarətdir. Bu isə uşaq paltaları üçün vişilkadır. 10 ədəd. Qiyməti isə 14 manat. Dəmirdir deyə, ona görə keyfiyyəti yaxşıdır. Qiyməti də ona görə biraz bahadır. Bu isə plasmasdandır. Bu qiyməti 12 manat. Bu da 10 ədəd idi. Bu sifariş isə bir müştərimindir. Dəst olaraq sifariş eləyib, ayrı-ayrılıqda dəst eləyib də, belə deyim. Hamısının üzərində gilas şəkili var, çantanın, abadokun, koftanın, tək onun corabına qədər belə detallı sifariş eləyib. Çox şirin görünürdülər, keyfiyyəti də yaxşı idi, bəyəndim. Koftadır. Daha açım, ətraflı göstərim, siz də görəsiniz. Koftanın qiyməti 12 manat, keyfiyyəti çox gözəl idi, pambıq idi, bəyəndim. Abadokun qiyməti isə 2,50, çanta 7 manat idi. Qiymətlər bilirsiniz, Temuda baxdığımız zaman başqa olur, 2 gündən sonra başqa qiymət olur. Çünki qiymətlər tez-tez oynayır. Kabroda belə bu şəkildə idi, bantikli. Bir də digər kabromuz bu şəkildədir. Kabroların hər biri 5 manat idi. Bu da 5 ədəd corabıdır. Corabın 5 ədədi də 5 manat.
Bugünlük tema bağlamam bu qədər. Digər bağlamaların açılımını da istəyirsinizsə, zəhmət olmasa yorumlarda yazın. Sizinlə birlikdə açaq, görək nələr gətirirəm, nələr sifariş eləyirlər müştərilər. Burada isə ot biçimi bitdi, artıq növbəti gündür. Otlar biraz solub, oğlum mənə kömək eləyir, otları yığırıq, süpürürük. Təmizlik işlərini eləyirik, həyatda davam eləyir, təmizləyirik hər yanı, qəşəng rahat olsun gəzmək. Ot uzananda çox da adam rahat gəzə bilmir həyətdə. Hə, sən də yığ olanı. Hə, xanımlar, aparatın səsi gəlir, ot biçən aparatın. Çünki yoldaşım digər tərəfdə də vurur otları. Bunlar solublar deyə biz artıq buranı təmizləyirik. Ora salmısan? Hamısı oradadır. Dənticim onlara qapını aç. Qoy yesilər də acıblar. Hə. Aferin. Gedək su da gətirək, su da gətirək. Sən gətirirsən? Yaxşı. Kanalımın dəyərli izləyiciləri, bu tərz kənd həyatını sevirsinizsə, kanalıma abunə olun, mənə dəstək olun. Sizlərin dəstəyi mənim üçün çox önəmlidir. İnşallah ki, sona qədər izlədiniz vlogumu. Bugünlük bu qədər. Gələn vloglarda görüşmək ümidi ilə. Hələlik.